Değerli dostlar, hər vaxtınız xeyirli olsun. Allahın salamı, rəhməti, bərəkəti hər birinizin üzərinə olsun. Bugün gözəl bir, günəşli bir gündür. Eyni zamanda cümə gündür. Cümə gününüz mübarək olsun. Bu günləri bir məsələ haqqında danışmaq istəyirəm. Allahın sevgisi haqqında. Yəni bu günləri biz əgər nəfəs alırıqsa, gözümüzü açmışıqsa, deməli bu gün bizim üçün bir Allahın hədiyyəsidir, ərmağandır Allah tərəfindən. Allah bizi sevir. Ancaq bir məsələ var ki, sevgi nə olan şeydir? Məsələn, sevgi siz bilirsiniz nə olan şeydir. Ananın övladına olan sevgisi, iki insan arasında olan sevgi və s. və ilaxır dost arasında sevgi, bir nəfərin ustadına olan sevgisi. Ancaq bilin ki, Allahın sevgisi deyəndə bunların daha üst qatında olan sevgidir. Çünki o sevgini kim yaradıb? Allah yaradıb. Allah Teala Quranda buyurur ki, mən öz ruhumdan üfürdüm sizə. Ona görə bizdəki bir çox xüsusiyyətlər Allahdandır. Allah özü kimi bizi yaratmışdır. Allah hansı sifətlərini tanır? Əsma-ül Hüsna adlarını tanır. Yəni Allahın sifətləri nədir? Ədalətlidir, rəhmlidir, mərhəmətlidir, bağışlayandır, şəfa verəndir, ruzi verəndir, sevəndir və s. və ilaxır. İndi içimizdə əgər mehribançılıq varsa, bilin ki, bax Allahın sifətidir o. Ədalətlilik varsa Allahın sifətidir. Rəhmət varsa birimizə qarşı Allahın sifətidir. Birimizə qarşı sevgi varsa Allahın sifəti odur. Birimizə qarşı köməkli edirsə Allahın sifətindəndir o. İndi burada bir dənə önəmli bir məqam var. Bunu istəyirəm sizə çatdıram. Niyə görə biz sevgini bilirik, amma Allahın sevgisi deyəndə daha uca bir sevgidir. Yəni biz onu limitləmirik. Limitləmirik ki, sevgi budur və s. Bunun o tərəfi sevgi yoxdur. Bunu Allah Teala da özü yaradır ki, yəni sevgini, bax bilin, mənim sevgim var, bu gözəl şeydir, ancaq bu sevgi sizin bildiyi sevgi deyil, bu sevgi daha irəli səviyyədə olan sevgidir. Yəni bir növ insanı təşviq edir ki, daha irəli olan sevgi haqqında düşünsün. Bu eyni zamanda insana böyük bir güc verir, adamı irəli aparır. Allahın bütün sifətləri haqqında düşünəndə və bilirik, dərk edəndə ki, onlar limitli deyil, onlar daha da irəli səviyyədədir, onda insan başlayır uzalmağa, irəli getməyə, ancaq anlayanı, dərk edəndə. Yəni mən bilirəm, mən sevirəm, mən bilirəm, mən ədalətliyəm, mən bilirəm, mən səxavətliyəm deyəndə orada insan dayanır. Çünki bilmək inkişafa manedir. Biləndə insan sanki bir limitdir ki, mən buradan bilirəm. Şuraltı da o tərəfdən deyir ki, sən bilirsənsə okey, daha nə ehtiyacı var ki, irəli getməyə? Ancaq sən o boyda Sokrat deyir ki, yeri gəlmişkən, deyimlə yadıma düşmüşkən, deyir ki, mən bilirəm ki, heç nə bilmirəm. Yəni insan biləndə ki, hələ nə qədər bilmədiklər var, daha da irəli gedir. İndi təsəvvür edin ki, siz Allahın sevgisi haqqında fikirləşəndə ki, Allahın sevgisi görsən necə bir sevgidir. Onda gör nə qədər ucala bilərsiniz. Sevgi haqqında çoxlu gözünün qabağına gələn bir təcrübələriniz ola bilər, keçmiş xatirələriniz ola bilər və eyni zamanda dərk eləyəndə ki, yenə də bu sevgi bunlar deyil, bundan daha irəli səviyyədə olan bir sevgidir, insan axtarmağa başlayır, axtarışa çıxır. Axtarışa çıxanda daha da gözəl bir sevgini tapmağa başlayır. Ancaq tapdıqca yenə tapa bilmir, çünki daha da irəli gedir. Daha da sonsuza doğru da gedə gedir. Dostlar, istədim bunu hər birinizə çatdırım. Gözəl bir günlər arzulayıram hər birinizə. Xoş, ürəyinizcə, sevgi dolu günlər arzulayıram. Sağ olun, salamat qalın.